hesabıma. Bəzi adamın zərərli işlə görsə, xeyrinə tamam olar. Ahmetdir. Tez deyirəm qutusu, 3 dəqiqə qalır. Deyir bir dana evə gecə uğru getmişdi, cavan bir oğlan idi. Deyir gətdi, bu yığışdırdı ev eşliyi. İstəyirdi çıxsın, gördü ay olur, o bizi evdən səs gəlir. Yavaşca budur, qapının qıranatı, yalan söz vaxtına yetişər. Saat 1'i geçti bir gün. Bəli. Sen de eşitmeyeyim anacığım bildi. Bəli. Baxdı gördü bir dana, köyməli bir xanımdır, cavan. Çox da vəzihət, çox gözəl. Namazı şəbdən qutulub, əllərini götürüb göyə, ilahi. İlahi. Sən özün bilirsin də, mənim ərim neçə ildir ölüb, mən buradan təmənnam yoxdur. Bəli, indi mən təhbiqdən laf darıxmışam. Ya İmam İza, ey qərib ağa, sən nə qurban ol? Sən orada qərib, mən burada qərib. Sənə and verəcəm falan cavab elə əlmənin ehtiramına. Mənə bir daha ürəm söydüyüm əl yekir. Bu oğlan baxdı gördü, oğlan bu bura oğruluğa gəlib. İndi tutsalar bunu cırarlar. Vəli əcəb buna xatlıqa gəldi, bu evdə nə mərəvəsi alma yetişə dadımına. Eyvay neynib, indi bir o dağlısın söydü bu xanıma, girib otağa və itələmə, itələmə, ya itələmə. İtələmə. Özüm gedərəm. Yıxılan xatım eyvadının üstünə budur, eyvay da, dişi gəlmə sən kimsən? Bu töndü deyir, ayda sən kimsən? Deyir, məni ev sahibi. Deyir, valla məni sən tanımıram. Mən məşəhdəydim. Orada İmamizadan arvad istəydim. Məni itəliyə gətirdim. Deyir, oğlum, gəlin sonuna qurban ol.